Öləndə məzar daşınıza nə yazılsın? Fatiha, ruhuma Fatiha. Məzar daşınızda nə yazılsın? Yazsın. Tənha getdi. Niyə belə? İndiki zamanədə çətindir. Hər bir şey indi insanlıq barəsində, qız tapmaq barəsində, ümumiyyətlə hər bir şey barəsində biraz çətin məsələdir. Subaysız? Subayım belə. Neçə yaşınız var? İndi 30. Öləndə məzar daşınıza nə yazılsın? Gülə-gülə getdi yazılsın. Heç kim məni həyatda xatırlamasın. Niyə? Nə bilim, zaten yadda qaldığımız qədər qalırıq. Boş-boşuna qəbirstanlıqda şəklimiz olmasın da. Öləndə məzar daşınıza nə yazılsın? Adım yazılsın. Sadəcə adınız? Hə, bir də ölüm tarixindən təvəllüdüm yazılsın. Öləndə məzarınıza nə yazılsın? Heç nə. Mən də fikirləşirəm ki, heç nə yazmasa da yaxşı. Soyadım, adım yazsalar bəs eləyər. Xüsusi heç nə yazmasınlar. Yəni nə yazsın? Yazılasa bir şey yoxdur axı. Son sözünüz nə olardı? Yox, elə bir şey yazdırmazdım. Ehtiyac görmürəm.